Mən qardaşım Səbuhi Rəhimlinin YouTube kanalı vasitəsilə bütün izləyicilərə, həm qardaşım Səbuhi Rəhimlinin izləyicilərinə, həm mənə inananlara, məni izləyənlərə səslənmək istəyirdim ki, əziz həmyerlilərim, əziz insanlar, mən ümumiyyətlə astroloji proqnozlar vermirəm, mən astrologiya ilə məşğul deyiləm. Azərbaycanda qardaşım Səbuhi Rəhimli var, onun astrologiya ilə məşğul olur, o onun sahəsidir. Tanıdığım, hörmət elədiyim, çörək kəsdiyim bir qardaşdır. Amma mən ezoterik elmlərin başqa sahəsinlə məşğulam, yəni ekstrasensorika ilə məşğulam, öngörücülüklə məşğulam. Bunun astrologiyanın mənim sahəmə aidiyyatı yoxdur.